üz koyduğum, gözüm kimi göz koyduğum torpağına salam olsun. Ne güzeldi güzellerin, arsa eşkilerin, paketçi kimi şehitlerin gayretine salam olsun. Bir alem savaşıp taşan, yarım o dağlar aşan, tarihime zafer koşan serkerdeme salam olsun. Köyü köküm soyduvanım, kırmızı azat canım, yaşlı dinim, imanım, bayrağına salam olsun. Deyirlər, iki ruhani oturan yer bilməkdirsə, bir mələk öyrənilər. 4 şair bir məclisdə varsa, 4 şair bir mələk ilə. 6 alim varsa bir məclisdə deyirlər, öyrən bir mələk ilə. Amma şəhid anaları olan yerə mələk enməz. Çünki onlar özdən edir. Elərimi almışlayar. Allah sizi korusun. Allah sizi can sağlığı versin. Aylin xanım, biz də şəhid ailələrinin sosial işlər birliyi kimi Allah sana başda olmağını, biz də həmişə sizin yanınızdayıq. Bunu bilin ki, həmişə sizin yanınızdayıq. Və məndən şəhid anı şeir istəmişdilər. Sizin qulluq həmişə hazıram. Aylin xanım, Allah sizi can sağlığı versin. Bu torpağı insan üçün mekan yarat Allah. Dağ yer üçün bir dayaq, təkər yaradıb Allah. Zahirindən baxanda dağara, insan qara. İnsan görərmi dağın çəkilməsi kənara? Hələ ki zirvəsinə dağ var, ayaq dəyməyib, heç kəsin qarşısında nə də ki baş əyməyib. Dağ var, külün vurarsan saatlarla başından, mümkün olmaz qopartmaq dırnar boyda daşından. Görünən tərəfi də yer üzərindən dağın, özü boyda dayağın, altında da torpağın. Dağların qüruru var, dağların var yuqarı, vətəni qorumağa, amma yox ixtiyarı. Dağ insan tək həyata fail muhtar deyil, can qurban eləməkdə küll ixtiyar deyil. Canlar fəda etdilər, mübarizlər, fəridlər. Adicə bir torpağı vətən etdi şəhidlər. Şəhidlər bir torpağı vətən edib qoruyan, onların barəsində nələr söyləyir Quran. Ölü demə şəhidə, Quran deyil biridir, əbədi cənnət əhli seyidlərdən biridir. Qiyamətin günündə dağlar olmayacaqlar, onlar toz şəklində göyə sokulacaqlar. Digər ki, şəhidlərə izin veriləcəkdir. Şəhid istədiyinə şəfayət edəcəkdir. Necə ki, yurduğunda səfər olacağıyla behişt ətirlənəcək şəhidlərin qanıyla. Əqidəndə olarsan sən möhkəm qayadan da, daş qopara bilərsən ən möhkəm qayadan da. Dağla insan fərqini özün seç, özün ara. İndi insafla de, dağ ara, insan ara. Dağı insan qoruyur, ne ki dağlar insanı, dağ yox, insan verirdi dağ yolunda canını. Torpağın uğrunda eğer ki ölen olmaz, o torpaq çay açmaz, o torpaq vətən olmaz. Ey şəhid nanası, səni bəxtələr qalıb, qorxursan ki anasız orada qalır evladın. Səndən rahat olma, ümmətin anası var. O ümmət anasının nə qədər balası var. Yine anladım ki o öyle Zəhra Babə də sən, iki dünya xanımı Zəhra bint Muhammed. Hoş oğlum halına Zəhra ona bay deyib, həmən deyilən Hüseyin Əhləsənə lay deyib. Zəhra Zami dayanıb şehitler arasına, balası da emanet peygamber balasına. Bana rahat olma ey şehit balası.
Biz de şehit olalım. Peki sağ olsun vətən. Analar bölgesinden başım sağ olsun vətən. Allah sizleri seviyoruz. Değerli aktörümüze teşekkürümüzü bildiririk. Almaz Xan'a teşekkürümüzü bildiririk.